JavaScript kitabxanasıdır. React SPA texnologiyalarından biridir. SPA texnologiyaları nədir? Single page applicationlardır. Arxa, sol, emin SPA texnologiyalarından biridir. SPA nədir? Single page applicationdır. Yəni biz normalda hər bir atıram səhifə üçün yeni bir HTML yazırdıq, düzdürmü? Yəni about səhifəsi üçün, kontakt üçün, digərləri üçün. Misal üçün bu cür bir xəbər saytı buna bir örnəkdir. Amma React-da cəmi bir dənə HTML faylı var. Bir dənə HTML faylı varsa digər səhifələri necə yazırıq? Hətta belə deyək, React-da bu nə ki görürsünüz ha, burada gündəm, siyasət və s. Bunları dənə-dənə əllə yazırdıq normalda. Əllə dediyimiz HTML-də. React-da HTML-ə əlimizi də vurmuruq. Vura bilərik, ehtiyac varsa edə bilərik. Amma yəni əksər vaxtı, əksər hissələr üçün vurmuruq. Burada gördüyünüz hər bir şey React-la yazılmış olsaydı bu sayt, create elementlə olmalıydı. Yəni burada gördüyünüz nöqtə vergülündən, qutuların hər birinə, buradakı yazıların hər birinə, nə bilim, rənglərə qədər falan hər şey JavaScript. Yəni HTML-ə bir dənə skripti qoşursan ki, React-ı build eləyəndə də görəcək. Bomboş HTML-dir, bir dənə skripti qoşublar, hər şey bu skriptdən yaranır. Bunun vasitəsilə edirik. Yaxşı, sual yarana bilər ki, nəyimə lazım? Yəni, gül kimi JavaScript-lə işləyirdin də, bunu nə yaratdın işte? Uşaqlar, bunun bir neçə üstünlüyü var. Birinci üstünlüyü odur ki, diqqət eləsəz, səhifə yüklənmələri zamanı, deyək ki, hansısa bir səhifəyə keçirik. Xüsusilə detail səhifəsi misal üçün bunlardan biri ola bilər. Mənim bu səhifənin CSS-inə ehtiyacım varmı dəfələrlə? Diqqət, yəni necə? Gəlirəm, buna da basıram. Baxın, DTX, tank, nə bilim, sabah hava. Hamısının CSS-i eynidirmi? HTML eynidirmi? Bir dənə içində dəyişən kontentdir, düzdür? Lakin hər requestdə, hər istifadəçi sorğu atanda bura, bütün CSS-də, HTML-də hər şey yenidən gəlir mənasız yerə. Lakin React-da sadəcə bir dənə səhifə var deyə, ancaq sənin fetchin işləyir. Fetch atırsan, dataları dəyişirsən. Bütün səhifələrin CSS-ini və s. ilk requestdə biz götürə bilirik, əgər lazy loading falan yazmamışsa. Deyə bilərsiniz ki, kiçik belə deyək, web page-lərdə bunun mənası nədir? Yoxdur. Zaten yaranma məqsədi nə idi? Bunu Facebook yaradıb. Facebook'un da hər halda istifadəçisi 1000 nəfər deyil, 10.000 deyil, 100.000 deyil. Milyardlarla heç nə yox, hər scroll eləyirsinizsə, yəni dayanmadan scroll eləyirsiniz, hər scrollda elə bir ki, 5 dənə üçün bir dənə fetch gedir. Heç nə yox, deyək ki, aktiv 10 milyon istifadəçisi var bu dəqiqə. 10 milyon istifadəçisi 5 saniyədən bir part-apart serverlərə göndərir. Deyə bilərsiniz ki, bu böyük bir şey deyil, amma sizin saytda ki, bu qədər böyük request var, adamlar sırf ona görə bu SPA-ları yaratdılar, React kimi. Başqa SPA növləri Angular, Vue.js, Svetel və s. Ona görə bunları yaratdılar ki, serverin yükü azalsın. Daha sonra bunun üzərindən başqa texnologiyalar yarandı. Next.js, Gatsby və s. Hansı ki, bu client-side rendering eləyirdi. Client-side rendering nədir? Yəni, biz indiyənə kimi JavaScript-dən create eləyirdi ya. Bu odur. Yəni, JavaScript gəlir, HTML gəlir, JavaScript düşür bizim kompüterimizə. Bütün yaratma, bəzəmə və s. hamısını bizim RAM-ımız eləyir. Bizim kompüterin üstünə düşür güc. Əvvəl eləyirdi backend, server side-də isə biz deyə bilirik ki, müəyyən hissələri eləsin backend. Necə yəni? Elə bilir ki, uşaqlar, bax, buradakı hər bir səhifə üçün, bunların hamısı gedir, yazılır yenidən backenddə. Elə göndərilir. Əgər, misal üçün, bunun for each falan varsa, yəni, misal üçün, bunları dənə-dənə create eləmək lazımdırsa, bu əgər JavaScript-lə yazılmayıbsa, həmin hissəsi backdə olmalıdır. React-da isə bu birbaşa formada gəlir. Yaxşı, gələk bir dənə React yazaq. Görə ümumiyyətlə bu React necə yazılır, proyektlərinizi qaldıra bilərik. Uşaqlar, React-ın əsas iki yaratma üsulu var. Əslində daha çoxdur, yəni özünüz də əllə eləyə bilərsiniz. Lakin bu bizə hazır bir şablon verən
bir üsuldur. Birincisini göstərəcəm, çox yerdə görəcəyiniz, amma məsləhət görmədiyim, yəni dərs olaraq göstərirəm, amma işlətməyin. Ya işlədə bilərsiniz, hətta atıram YouTube-da tutoriallara falan baxsanız, əksəriyyətində belə görəcəksiniz. Köhnə üsulla bu üsulla görəcəksiniz uşaqlar. Amma yəni işlədəndə də çox vaxt White.js-dən işlədirik. Səbəbini də özünüz başa düşəcəksiniz birazdan. Gəlirəm görəm React proyektinizi qaldıra bilərəm. React-ın istifadəsi üçün uşaqlar kompüterimizdə Node.js olması mütləqdir. Node.js olmasa React yaza bilməzsiniz. Okeydirmi? Çünki bunu server kimi qaldırmalıdır. Develop eləmək üçün Node.js-ə ehtiyacımız var. Necə? Məsələn, bəlkə Node.js eləmək olmurdu. Mən React yazanda terminala yazılmış şey. Sənin terminalında o npx yazırsan, ha bura React-ı necə yazsan, npx yazsan da düzdür? O npx komandası Node.js-indir. Node.js yükləməmsən heç vaxt kompüterə və install olmayıbsa, mümkün deyil sən bunu yazmaq. Yəni Node.js olmalıdır ki, kompüterdə bu işləsin. Gəlirəm. Uşaqlar npx komandası vasitəsilə npx neyinirdi? Varsa işlədirdi, yoxdursa yükləyirdi, sonra işlədirdi. npx create react app deyirəm və mənim öz proyektimin adını yazıram. Proyektimin adını bilərəkdən böyüyünə yazacağam. İcazə verməməlidir. Güzə düşdü. Hə, eynən. İcazə vermir. Kiçiklə olmalıdır, ona görə proyektlərimizin adı. Nöqtə qoyub uşaqlar. Məsələn, istəyirəm ki, bu new folderin içində olsun proyektim. O zaman nöqtə qoyaram ki, bu proyektin içinə elə ancaq açılan folderləri. Gəlirəm, misal üçün deyirəm, my app elə qalsın. Create React app uşaqlar olduqca gec işləyir. İnternet sürətimizdən asılıdır. Gec işləməyin səbəbi nədir? Bu React proyektini birinci klon eləyib gətirib yaradıb faylları qoyur, daha sonra özü bir dənə də npm eləyir. npm nədir uşaqlar? Package.json-dakı dependencylərə əsasən dataları gətirmək. Bu səbəbdən, yəni qısacası bu Node.js Package.json gəldi, asılıqları birazdan gələcək. Bunları dənə-dənə əlindən doldurur. Buna görə hardasa bu 30 saniyə, 1 dəqiqə, bəzilərində 5 dəqiqə çəkə bilər kompüterin gücündən asılı olaraq. Rekorda düşməsin deyə buraları saxlayıram. Gözləyəcək sadəcə. Faylımız yükləndi. Fayl yüklənib qutarandan sonra burada işlətmə komandalarını görürük ki, burada zaten bizə deyir ki, proqramın daxilinə keç və npm start elə ki, işlədə biləsən. npm start eləməyi hardan bilirəm? Burada script faylları var. Burada script fayllarında deyir ki, bəs bu komandalar bunları işlədəcək. Keçək ki, bəs bu yaratdığı şeylər nədir? Node modules uşaqlar bildiyimiz kimi işte Node npm-dən gələn 3-cü partiya paketlərdir, yəni başqaları tərəfindən yazılmış. Hansı ki, JSON serverdə bunlardan birini görmüşdük. Package.json bizim yerimizə baxan npm initini eləyiblər. Yəni burada bu kitabxanaları yükləyiblər. Bunların da alt kitabxanaları harda olur? Package.log.json-da, yəni React.dom özü də deyək ki, ABC və Bootstrap kitabxanalarını istifadə edir. Bunun alt kitabxanalarda burada olur. Buna əsla dəymirik. Elə npm-i eləyəndə özü gətirir. Gitignore nədir uşaqlar? Gitignore bura yazdığımız fayllar git push eləyəndə GitHub-a getmir. Yəni misal üçün burada əsas bizə Node modulesdur ki, çox yer tutur. Bunun ölçüsündən baxsaz hardasa bir 80-200 megabayt falan olur. Amma bu bizə mənasızdır, çünki elə klon eləyəndə niyə bu 200 megabaytlıq bir şey klon eləyib, bu qədər gözləsin ki, elə proyekti götürüb klon eləyər, bir dənə npm eləyər, buna əsasən Node modulusu gələr, yəni başqa proqramistlə işləsək. Okey, readme nədir uşaqlar? Readme açıqlamasıdır, yəni bildiyimiz TXT bənzəri düşünün, sadəcə bu GitHub-da öz formatları var, görün məndə də olmalıdır, Open Preview, bu formada gəlir. Ki, məlumat xarakterlidir, yəni yenə bizim kodumuza, saytımıza təsiri yoxdur. Sadəcə saytımız necə işləyir və yaxud orada nəsə məlumat paylaşmaq istəyiriksə, bunlar yazılır.
Public faylında uşaqlar index.html-imiz olur. Burada script faylı bunu əsasən özü bunu sonda build eləyir deyə sonradan qoşur. Ona lazım olan şəkillər və s. buraların önəmi yoxdur. Hətta hamısını siləcək deyərdim. Buradan bura kimi bir də favicon-da. Bir dənə HTML olacaq burada. Burada public olaraq görünməli fayllarımızdır və bu dəqiqə əsas bizə lazım olan index.html. Uşaqlar, əsas məsələ bizim işləyəcəyimiz. Qalan hissələri demək olar 99% əlimiz dəyməyəcək. Əsas bu işimiz bu source folderinin içində olacaq. Source folderində uşaqlar bizim işləyəcəyimiz hissəyə gəlir. Burada əsas faylımı görürəm index.js. Baxın, hər şey buradan başlayacaq. Buradakı koda nəzər salsaq, bu importlar yadınızda qıraqlardan sadəcə gətirir. Yəni adi JavaScript-i burada React.dom kitabxanasını götürüb document get element by id ilə index.html-dəki bu root elementi nə? Bütün sayt bu rootun içinə yazılacaq. Bütün sayt. Səhifələrim React saytlarında bəli. Yox, o başqa şeydir. O root CSS rootudur. O tam ayrı şeydir. Bu class olaraq rootdur. Yəni bunu dəyişib mən ID daha doğrusu A da eləyə bilərəm. Yəni bunun önəmi yoxdur buradakı adın root olması. Çünki ID idi. O root isə CSS-in selektorlarından biridir. O əsas yerdir ki, roota falan özəllikləri verirəm. Dəyişənləri və s. qoyuram əsasən. Okey. Index.js-də həmin elementi seçir və onun əsasında bu işləyir. Okey. Buraları keçək nəzəriyyə hissələrini. Zaten daha sonra belə deyək, bunları daha yaxşı qavrayacaqsınız. npm start edirəm işləməyə, çünki içinə keçməliyəm bu faylun. Mən new folderdəyəm, bu isə myApp-dədir. Keçirəm myApp-in içinə npm start deyirəm. Hardan bilirəm npm start uşaqlar? İndi özü yazır, düzdür, amma özü yazmasa package JSON-dan bilirəm ki, bu formada start eləmək lazımdır. Salam. Qaldırmaq üçün npm start edirəm. npm startla. Baxın, burada bir server qalxır. Bunu işlətmək üçün və bizim hazır formada yazılmış ilk React app'imiz gəlir. Görə ki, localhost 3000 portunda bu işləyir. Index.js-də gəlirəm. Uşaqlar, bu gördüyünüz hər bir tag var. Bunlar artıq biz tərəfindən yazılır. Yəni, custom component kimi yazıla bilər. Bax, tamamilə adi HTML kodlarıdır. Buradan misal üçün mən gələrəm. Bunun içi belə deyil. Bunun hamısını silərəm. Salam. BF 205. Burada inception falan olmaz. Olacaq. Arkana eğilimlersin. Ağ eləyim. Bu kod hissəsindən. Buranı biraz bölə bilərəm. Böldüm biraz. Bu da olur. Okey. Salam BF 205. Bəs bunu adi və digər React-da yazırdıq. Daha sonra HTML-də yazırdıq. Burada da eyni qaydada. Yox, yatıracağım. Bunun öz CSS-i var deyə buna görə. Hani biz onda bulan hamımızın sesini bir şey Oralara gələcəm indi. Yazsan işləməz. Amma onu yaza bilmək üçün modullər paketlər var. Göstərəcəm onları. Oralara gələcəm. Hələ ki bir dənə bunun adi hissəsini qavrayım. Yaxşı olar. Mən deməli
komponentin hər biri bu appdir, nə görürəmsə, burada tek kimi appdir, React strict moddur və s. Bu strict mod bizə debug modda açır proyektimizi. Daha sonra debug modu əlavə edir bizim bunun daxilindəki komponentlərimizə və buradan işləyir. Hə, okey, gəlirəm mən bunun içinə belə salamı falan yazıram. Şöyle bu testə falan ehtiyac yoxdur, gəlin bunları silək. Logoya da artıq ehtiyac yoxdur. Bunları silən kimi baxın. React indən deyim uşaqlar, React-da öyrəşmək lazımdır. Elədiyiniz hər şey error çıxardacaq. Özdə daha JavaScript-dəki kimi deyil. Yəni JavaScript-də indiyənə kimi yazdığımız web səhifələrdəki kimi deyil. Ağappaq səhifə görəcəksiniz səhv olan kimi. Əksər səhvlərdə. Amma burada özü deyir zaten hər şey bizə. Deyir ki, bəs sənin source folderində, index.js-də Web Vitals adlı bir şeyin yoxdur. Web Vitals adlı bir şey yoxdursa, bunu silərəm və importunu da silməliyəm uşaqlar. Nə olsun ki, yapmıram. Çünki belə bir şey import edə bilmir bu. Daha sonra bu işləyər. Okey. CSS-nə də ehtiyac yoxdur. Ehtiyac yoxdursa buradan silməliyəm, yoxsa yenə uşaqlar işləməz. Eynən. Və bunlar da hətta götürəcəm. Başımız qarışmır. Necə? Maində saxlayanda import edəndə. Yəni o səhifə olmasaydı belə, importlar qalsaydı qraflar. Ha, yox, bu uşaqlar, bu SAS-ın importu deyil, bu JavaScript-in importudur. Yəni ona görə error var. Amma hətta burada, yəni onların hamısı önəm daşıyır. SAS-da yenə yazsaz import önəmli deyil. Çünki JavaScript-indir. Error çıxır deyə bütün proyekt çökür. Okey. Mən app folderimin içinə bir dənə salam yazdım. Uşaqlar, bax, əsas məsələ ikinci hissə. Bu extensionu yüklüyorsunuz. React E8 nə bilim nə, E7. Bunu yüklüyorsunuz. Və bu sizə nə imkanlar tanıyır? Avtomatik qısa yollar tanıyır ki, bunları yazanda komponentlər gəlsin. Gəlirik buradan uşaqlar. Özümüzə bir dənə komponent yazırıq. Hə, özümüzə bir dənə komponent yazırıq ki, misal üçün olsun. Navbar. RFC deyirəm. RFC ilə daha doğrusu gəlib komponentimi yaradıram. Hə, necə yəni komponentimi yaradıram? Bax uşaqlar, React bizə JSX sintaksı verir ki, JSX sintaksı nədir? Normalda bu gördüyümüzdə bir dənə baxın, adi JavaScript-dir, amma qəribə olan nədir? Bu nədir bu qaytarır? Yəni mən gəlib JavaScript-də return-ə true deyə bilərəm, array deyə bilərəm, 1, 2, 3, string, obyekt, nə istəyirəm deyə bilərəm. Amma da oturub HTML deyə bilmərəm də, düzdür? Error qaytarır. Yəni misal üçün bunu göstərmək üçün bəli. Buna deyə bilmərəm ki. Özünü öldürər ki, sən nə danışsan, belə şey yoxdur axı. Hə, yəni uşaqlar, bizim burada yazdığımız nədir? JSX sintaksı. JSX sintaksı bizə imkan tanıyır ki, return olaraq HTML elementləri qaytarır. Hə, bu da bizi create elementdən qurtarır. Necə yəni? Baxın, buna barəndə mən yazacağam. Hətta daha işlək bir şey yaza bilərəm. Kart yaza bilərdim burada. Hətta bir dənə də kart yazım. Navbarımı yazdım, nav eləyirəm. İçində olsun. Hə, ikinci məsələ uşaqlar. Funksiyanın neçədən return olar? A yaşa. Ona görə burada da eyni qayda keçərlidir. Yəni, sən gəlib burada nav yaz, burada da bir dənə H1 yaz, özünü öldürər. Bunlar mütləq bir dənə
olmalıdır. Yaxşı, bəs mən bunları yan-yana atmaq istəyirəmsə necə eləyərəm? Bunun üçün uşaqlar belə bir tag var, React-ın özünün verdiyi. Bundan istifadə edə bilərəm. Bu React fragment taginin qısaldılmış halıdır. Daha da elə Navın içində olmalıdır. Niyə yazmaq olmalıdır? Bu navbar kimi bir funksiyadır. Bunun cəmi bir dənə return ola bilər. Hə, sənə də lazımdır ki, bu navla h1 yan-yana düşsün. İç-içə olmasın da bir-birinə. Ona görə mütləq bir dənə boş valideyn qoyursan. Yəni niyə olmadı ki, navdan sonra vektorun içində bir dənə olmalıdır? Bəli. JavaScript-də də eyni qayda idi. Mən Yəni. o elə yazmalıyım. Hə, yəni belə yazmalısan, əgər yan-yana lazımdırsa. Yəni header main kutusunun araya funksiyası. Ehtiyacımız varsa bəli. Ki əslində React-da artıq uşaqlar React-da var ha, hər şeyi, amma hər şeyi demək olar. Bir dənə komponentə bölürük. Əvvəl section bölürdük, içini yazırdıq, düzdür? İndi nə görürüksə bir dənə komponentə çıxardırıq. Ona görə bir dənə komponent yazırıq. Məsəl üçün buton üçün belə. Bir dənə komponent yox, yorucu olmayacaq. Hətta bayağı asan olacaq öyrəşəndən sonra. Hətta JavaScript-dən daha rahat olacaq. Yaxşı. Gəlirəm bura navbar yazıram, bir dənə də uli içində li. Bunlar işləmir, JSX deyil deyə işləmir. Bunları çevirib JSX eləsəm işləyər. Artıq bunlar dəstəklənər. Okey. Navbarım hazır. Amma navbarımı UI-ımda görmürəm. Görmək üçün uşaqlar, görmək üçün mən bunu əsas faylıma, yəni bura və yaxud indeksə də yaza bilərdim bunun ardınca əlavə eləməliyəm. Əlavə eləmək üçün uşaqlar bunu bir tag kimi çağırıram və ikinci qayda. React komponent adları komponenta mütləq şəkildə böyüklə yazılmalıdır. Yəni bu navbarın adını balaca ilə yazın, navbarının balaca eləyin, işləməsin. Bunu belə də yaza bilərik, belə də yaza bilərik. İki cürdə, okeydir. Bu komponent gəlir bunun içinə yazılır. Bunun da qarşılığı nədir uşaqlar? Budur. Elə isə UI-da gəlirəm, navbarımı görürəm. Hə, deyək ki, mənim kartlara ehtiyacım var. Gəlirəm bir dənə də kart yazıram. Bu kartın içindən bir dənə image olsun, ya da image olmasın, bir dənə H1 olsun, H5 olsun, başlıq, bir dənə də P olsun, salamlar. Bunu deyək ki, mənə lazımdır çox yerdə. Əlavə edirəm, gəlir düşür. Neçə dənə mənə lazımdırsa, bunları o qədər yaza bilirəm. İndi uşaqlar, hər kəs bir dənə. Okey, nədir? Deməli uşaqlar, Rüfət, Əsmər, Elmin, Məryəm, dənə söyləyim. Qoy kompüteri, Windows el. Qoy, onu sonra eləyərsən. Məryəm, söz deyiləndə o dəqiqə min elə. Okey mi? Windows el, o dəqiqə. Yoxsa dərsdən çıxarsan. Əlləri qalacaq. Baxarsan da bu yeni şey öyrənmək daha vacibdir. Error istəyən qədər olacaq. Error da vermir. Ondan da çox olacaq. Ağ ekran da olacaq. Hələ ağ ekran görməmisiniz. Ağ ekran verir bəzən. Okey. Deməli, uşaqlar, bizim bundan sonraki qaydamız. Yeni komponent yaradarkən komponent adı. Misal üçün baxın, gedirəm. Komponent adı mütləq və mütləq böyüklə yazılmalıdır. Gəlirəm.
Yeni bir komponent yaratmaq üçün, misal üçün MyCart deyək və adı da böyükdən olmalıdır. Orada yaratılmış. Məndə böyük deyil yapmışlar. Yox, bunun yox, içindəkinin adı. Bu best practice-dir. Amma içindəkinin adı, misal üçün MyCart-ı gedirəm, balaca eləyirəm. Bu formada gətirirəm. Bax, bunu yazmaq düzgün deyil uşaqlar. Gətirmir özü. Əlimizlə import edək. Nadirən də olsa bəzən gətirməyə bilir uşaqlar. O zaman əlimizlə etməliyik. Uşaqlar birbaşa eksport olunubsa defaultsuz bu skopkaların daxilində birbaşadırsa bu skopkasız götürürük. Əgər bunsuzdursa eksport app olunub və ya bunun içində bir dənə obyektin içində qoyulub götürülüb. Bu halda belə eksport eləyirik. Daha import eləyirik. Yox, defaultdansa birbaşa. Gəlirəm uşaqlar. Görmürəm bunu. Bəli. Yox. Onsuz da yazıla bilər. Amma hə. Amma bir dənə default olsa da defaultla yanaşı o bir eksport tərəfdə eləyə bilərsən. Yəni bir dənə default var eksportla, bir dənə də adi eksportlar olur. Okey. Yəni burada MyCart niyə import edilir? Gətirmirdi özü. Göstərmək üçün ki, belə yanlışdır, hətta gətirmir və s. Ki, uşaqlar, indi MyCart-da diqqət edirsinizsə, MyCart ümumiyyətlə gəlmir. Çünki klik edəndə də. Əvvəl error çıxardırdı, indi sadəcə işlətmir. Görək, inspektə çıxardır bəlkə. Dayan. Düzdür, yəni səhvim ondadır. Prosta istəyirəm ki, hə, baxın, burada çıxardır artıq erroru. Deyir ki, bəs bu Pascal case nə idi? Ay, sağ ol. Pascal case nə yazın? Bəs belə doğru deyil. Gedirik, ona görə bunu indi belə yazdım, mən yazdım. Siz daha bir də kiçiklə komponent yazmırsınız. Mütləq, həmişə və həmişə böyük. RFCE ilə avtomatik yaradıram, əgər extensionum varsa. Və bu importa yenə əlimlə eləmirəm. MyCart-ı yazıram, bunu qoydum. MyCart avtomatik gətirir. Belə də eləyə bilərəm, belə də eləyə bilərəm. Bir sual vereyim. Importu yuxarıdakı CSS yazdığınız kimi versək. Xeyr, bu sadəcə CSS özəldir. Yəni, bu CSS tiplilərdə falan birbaşa fayldırsa, hə, belə eləyirik. Bu, amma biz JavaScript-dən nəyisə eksport ediriksə, bu formada yazmalıyıq. Okey. Necə? Index.js bizim HTML-imizi komponentlə birləşdirən hissədir. Bax, burada gəlib root-u seçib, root-da hansı ki, bax, bu HTML-də, bax, bura var, ha. Bura ilə seçir, hər şey buradan yaranır. Bax, gəlir, buradan React yaratmağa başlayır. Necə? Hə, dəymir. Yəni, dəyə bilərik. Sadəcə, yəni, bura ilə işimiz olmur. Əsasən App.js-lə işləyirik. Daha sonra ehtiyacına görə bu strict modu production-a çıxardırıqsa, yəni development qutardı, production-a çıxardırsa strict modu yığışdırırıq. Fragment və yaxud boş qoyuruq. Amma bu o demək deyil ki, yəni gəlib buletini yaza bilmərik, yəni yaza bilərik. Gələr, işləyər. Okey demir, çünki o da digərləri kimi bir React komponentidir. İndi, uşaqlar, yeni bir komponent yaratdım MyCard adında. Və onun içini artıq necə mənə lazımdır, o formada yazıram. Diqqət edirsinizsə yaza bilmirəm. Yəni yaza bilmirəm deyəndə avtomatik gətirmir HTML-dəki kimi. Gətirsin deyə JSX-i yazıram. Düzəldərəm. Və buradan artıq Loren Gibson yazıram. Bu formada gəlir və bundan ürəyim istəyən qədər çağıra bilərəm. Deyəcəm. Hə, bu formada gəlir. Uşaqlar, buradakı errora diqqət almayın. Bu manifestin errordur. Bu index HTML-də ki, burada manifest deyəsin və s. var idi. Bunları sildim deyə bu axtarır onu. Tapmır deyə error verir. Geçsin deyə bunları HTML-dən silirik və onlar artıq gedir. Okey. İndi hər kəs yeni bir komponent yaratsın ayrıca. Və onu Murat, sən də yazarsan. Bir dənə navbar komponent uşaqlar yuxarıda. Hamısı da app'in içində.
Bunun içində bir dənə konteyner, konteynerin də içində 3 dənə, 4 dənə neçə dənə istəyirsiniz kart. Kart komponenti. Yəni Yox, önemli değil. yo. Bəli, hamısı orada. Və yazıram. Mən elə kimi günədir. Ətcəsinin içərisindən, kilimsinin arasında nabar içəcəyim. Bir də konteyner içərisindən. Bunları ətcəsi qoyursan. Konteynerin içərisindən 3 dənəsini qırıb qoyursan. Sonra konteyner aslında bir dənə kart yaradasın. Sadəcə konteynerin içərisində 3 dənəsini. Kart yaratmış. Bax, mən ya. Buradan kim? Ha. Belə yaz sonra şey yer. Ha, o da. O da asan o da bir içəri. Ha, asan sen Burada dedi mənzərəni. Bu manzarayı yiyorum. Akçiyesi var. Bir tane navbacısı var. Bir var navbacısı. Mən navbaz ayrıca bir fayda yazdım. Hani bir an navbarın da cesisi. Hə, bax. Uşaqlar, reaktın ən belə başımızı xarab edən hissələrindən biri. Uşaqlar, adları düzgün yazılsa əmin olun. Rename eləyəndə bəzən səhv tanıyır. Bu reaktın günahı deyil, VS Code-un günahıdır. Gizləyə bilir bəzən. Kompüterasyon qırqalarında və ya VS Code-u bağlayamazsansa düzələ bilir. İşte düzəlməsə importu əlimizlə yazmalıyıq. Bunu da rename yazılır. Burada nədir? Kart balacadır. Burada qırmızı göstərir. Ama sizə yox yoxdur. VS Code-u çekilir. Kartın için bol eləyərdi. Ne kadar oldu? Okey, bitirən var bunu? Qəşəng. Deməli, bunu bitirəndən sonra var da bitirənlər var. Okey. Bunu bitirəndən sonra uşaqlar, external CSS-i zaten biraz baxan kimi görəcəksiniz. İlk bəyək başlayanda görəcəksiniz. Yuxarı bir dənə adi import edin. Hə, external CSS-dən buraları, aha, nə qəşəng gəldi. Bir dənə bura ləhləndirim. Nabar olsun qırmızı. Nabar olsun qırmızı. Ya da ağı qalsın bununla. Belə edeyim. Yəni istədiyiniz formada uşaqlar rəngləndirin buraları. Background olsun. Burada UI-yə eyni belə yazın. Burası nə tərəf? Burası sarı olsun. Uşaqlar, UI-yə belə istəyirəm. Bitirəndən sonra artıq UI-yə əlavə edeyim.
Bəli, hər şey, bütün real komponentlərini alıb böyürlər. İmport eləmədən kartı böyle. Hətta onu görə aldım hamısını böyürlər, nabarat kimi. Əvvəl yaz, sonra bekləyərsən. Əvvəl sonra qoyun. O niye bu göstermeden inşallah kartımızı Kartı import ediyorsun. Altı import extension. Altı import. Təmin edirsən, çünki səfərin eyni adı, biraz adını dəyişdi. Çünki mesela bunu havacanı yazmaq olmaz. Yazırsan, yadını səfər mesela Minecraft yazın, nə bilim, başqa bir şey. Əvvəlki versiyanı yadına saxlayırsın. Bir de onu da götürüp her şeyi. Hə, təhsil edilsin. Bu Bu adı da şey. Bu adı səndən yoxdur. Böyle olarak en iyisi. Benim bu extension Orada konteyner at İngilizcesi. yerleri buradan. Konteyner, kart sil. Ha, sadece konteyner. Ha. Class name ne kadar? Şey format. Class hemen adi classlar. CSX eləməz. Sınav var, CSX. Gəldim. Ya bu da Yo, ehtiyac yoxdur. Amma əsasın. Senin zaten rezil değil. Ama ben her zaman Belli. Siz nezil linki. Siz nezil linki. import edilsin yani. Ara. Para lazım sonra. Her şeyi sever. Yani sağ olsun. FCS yok ya, hansını sen karşı yazırsan sonra. İşleyecek. Onu da diyelim. Hani ele bir daha oralar konuşturur. Şart. Hepsiz. Hepsiz bir şey var. İlgi vəziyyət yox mu? Kartta Problemim var. Nalı sevmirsən, hə? Ben de abekler yapmışım. Allah. Bu Senin baş ağrışında farkın var. Birden bakmam. ne işlem? Ay bu ne sarı kalkınsa? Error var. Ben de canım. Ama ben hiç boş olan şey geldi. Ay ben de. Ben o kısmen. Yine də Adamla sanırım. Sessiz koşun sen.
Sesli değil. Sesli. Benimsi için boş durmuyor. Ya burası çok biraz bol gibi. Narazılığını verirsin yani. Bir tane sevilmeli bir göre değilsen, her demek var. Kart yoktur, konteyner yoktur vesaire. O da reneye verirsen gel başına. Seyircinin içerisinde konteyner süresi yok. Seyircinin içerisinde konteyner bir şey götürüyor. Sen tövsiye direktörünün beni başlatabilirsen. Görsen özü tövsiye ediyor. Yani bizim de burada konteyner böyle tel olarak seçili yoksa sıvası var. Arada error okuyor. Sıvası çünkü alıyor konteyner. Tek olarak yaratmak için yaratmak. Klas olarak ama servis vermek. Klas olarak böyle Konteyner klası yarat. Hemen bu yaratılan konteynerin dibine klas konteyneri ver. Gəlir. Bu tarafdan tecrübe sanatçıları iyi şey söylüyor. Aha, bu oğlumun sürüyor. Bunun içine sen konteyner koymalısın. Ama bu niye karayla değil, kırmızı değil. Olabilir. Almanda oradan kalsın. Ayda onda lazım, diz olsun. Buradan belirli bölme böyle girersin. Her şey böyle. Binlik sesi şu an. Ne düşünüyorsun? O tepe olan bir şey değil. Yok, işlemişler adam. Kampaniyeti götürseniz İşte işleyecek. neye götürsemişler yani. Ice var, öyle değil. Ne yapar işleyecek. O kadar. Ne biliyormuş diye. Ha, bakayım yine de babası geldi yazıyor. Dersinde ne yaparsınız? Oldu. Sonra onun ne kadar da roman doktorma var. Bravo. Oğlum telefonları da mı döktün diye. Gidiyor bir sürü adamla tahtaya 15 bakıyor. Geleceğim fırsat. Ne yapar da böyle ya. Kampaniyeti kəssə, Abi ben bir kartdan burada indi 3 tane yazdım. Beş ayında ben geldim. Karttan bal çok olacak. İlk aydan yazacağım. Kampanya ne sevmek kontrol sen diye. Ne olacak bu? o yazanda bu göz olmadı. Şu React'tan ha. React'ın kampanyanın tatlı şeyi var ya. O yüzden karıştırır. İndi ayrı değişik. Ya aldım Ben de bu sayıdan Ne yazıldı? Çox təsirsiz. Ona görə mən səbri öyrənmişəm. Aa yok ilk oldu mesela. Görev üstünde böyle söyle. Gelden. Hatta seyircide bir an Ha bu full seçsen. sizin navbalı çeyisin. Sonra mesela İçində kart var. Maya kart değil. Sıkıcı var. Maya kart attım şey toplamaya. yazmak Ceyse de gelende Ceyse de insinler. Bir tane Ceyse seçenler. Maya kart. Səhv edirsən. Məndə niyə olmur ki? Ha bak.
Konteyner içərisində Hətta sonra gəlib Konteyner kartı ekranı verirsən, konteynerin içi kartı İşləyirəm ki, düzdür? Onu yenə də konteynerin içində kartlar bu rənəyimə görə bu VS Code kombinasyon bir kameradır, VS Code hər zaman Çünki seyircinin içində sağ O da eyni şeydir. Mesela sana orada kart yazsan kartı çevirsən. Ben de hemen mobile şeyim. Ben bu desin kartı yazsan. Resin statement'i məlumatlar birindən digərinə toxalıb. Mobile ben de. Direkt Belə deyirsən, çünki bizim komponentin yalnız bir valideyni var. Yəni sən yazanda 2 dənə return var idi. Sən return 1 və 2 deyə bilməzsən. Ancaq bir dənə var. Yəni o hansısa bir Bu RSS CSS boş okey. Mən niyə ver onu? burada. Ben azabı qədər Elə okeydir. Amma sən bəyən yan-yana yazmışdın deyə. Sən bəyən onu yan-yana yazmışdın deyə. 2 dənə şey döndürmək istəyirdi. Ona görə Size daha iyi bence siz Ahənin işler çatmıyor. xasiyyəti odur. Bəli. Bu her dəfə biz də orada geçiririk. 10 bölücü, 10 sınavı. Sizə mən işin proyektini göstərəcəm. Yəni görün orada 200 dənə çox komponent. Yox şu. Amma mən atomin əvvəldə eləmir, sonra eləyir. Yəni yazılıb tutarda hər şey işləyir. Daha sonra biləcəksin ona. Yəni nə vaxt bölməliyəm, nə vaxt bölməyə ehtiyac yoxdur. Şola rəngləri verib strukturu bitənlərlə nə olursan? Rəngsiz sadəcə struktur. Ben de böyle okuyorum. Rəngləndirənlər. Yox, struktur məndə. Ben forma vermem. Elmi yolda CSS. Konteyner içindədir mi? Konteyner içinde de Konteyner komponenti yaradırsan, onun içinə qoyursan. Onun içində çəkirsən. içinde belə. Ay. O belə yes. Yo, öyle değil. Güzel olsun. Bak konteyner sana. Konteyner, komponent değil mi? Sen de konteyner nerede? Komponent yazamaz benim de. Bu da ben de üstledim yazsam. Bunu yazarım. Yok. Bir shift'i başladım. Bağladım. Sen çek. Sen çek. Ha içine. Yazın bak bak. Karton ne? Yazın karton. Ona 5-10 tanesi karton alacağım. Sanki 6 tane karton alacağım. 100 tane bir karton alacağım. Hadi pas kaldı. Ben bu şey demiştim. Ben gösterdiğim şeydi. Onun indeks işlemlerinde mesela. Kartonu alın kadın. İşlemler Aa işler geldi. Yalnız olmayan da bir şey rahat var. Kartı ne zaman şuraya dünya ya. Ay bu Şeylemen değil. Size daha geçmişler apply edebilirler. Aslında böylesi bile çok net yok. Ben çəkərdə nə yapar? Bilirəm nə yapar, Bu komponentin de kartı sağladı. Bu hiç başka farklı bir Hə, kartta
Yəni bax, Nabar RTC ilə eləməsən ki, burada komponent yes. belə yox. Komponent yaratmışda bu yaranmır. Demək ki, ən başda faciə eləməsən nəyə Sadəcə Onda bu insan Dolayısıyla bu köməklə onun insan sağ Onda yəqin səndə istəyən var ya. Errorlar. Mən belə yazmalı deyil. Belə yazmalı deyil. siz devamlı getirirsiniz. Geçin bina var iki. Biri rəqəmlaşdırma, biri bir-birimiz. Birimiz hansı bina yaxında onu geçsin. Bu da bəhs Mesela Bak, Navarda da sən qalmıyorsun. Rəncik falan elədim. Gəldən. Sən bir dəfə sağ ol. Sən bir dəfə sağ ol. Sıfır ne koyacağım? Altında forma versin. Uşaqlar bu arada sayfaya seyinə baxın ya. Səyinə baxın. Sorusuna baxın. Yani ne yapar? Zabit edirəm mən sənə baxın. Zabit edirəm baxın. Baxın sənə. Sağ olasın. Ay yaxşı, nə olur? Böyle program sürücüsü Hatta eski yaratmadan da FC'sini yazmışlar. Ay, Hapşiyesin içinde yok. Hapşiyesin ortada yok. Hapşiyesin var. ay hara Tam geçsin. şeyi koyuyorlar. Hapşiyesi bu da ki konteyneri içinde Mən çıxa bilərəm. Kontrol edirəm. Çolak, şükürler renksiz bitirdi. Renksiz bitirenler. Renksiz, hem renksiz fərq yoxdur, renksiz bitirmişəm. Renksiz fərq yoxdur. Struktur hazırdır. Strukturu yaza bilməyək. Okey. Rəngi də indi strukturda göstərəcəm. yanaşı yazmaq üçün nə yenirdin? Yandan Betürünün içində. yanaşı yazmaq ehtiyac yoxdur. O şey flex vermək lazım yanaş düşsün deyə. Ona hərəkət edir. Məsələn, dilin altında H1 yazmaq olur, error verir. Hə, çünki bir dənə valideynə ehtiyac var. Dilin içində. Hə, yəni o divin içindən yaz və ya bir dənə boş tek qoyur ora və ya fraqment yəni. Onun içində yaz. Müəllim. Çünki funksiyonu cəmi bir yox. Gəl soruşum. Gəl. Yazılmış bu normaldir. Çünki sən nabar sanırsan, lakin nabar. Bir anda yedisi. Nabar iki dənə. Nabar. Bir de normal zaten değil. Ver. Hadi yani işte. Komponent şeysiz koşmamış. Komponent burada komponent şeysiz var sildim. Görsen sen. Adını heç vaxt deməyin elə. Değil. Ama sen o eləsən, bir an. O şey Digin insanlar hazır olması. Sen şuranın digin insanlar. Okey. Adını da deməyin. Konteyner Təzələrdən bir sorğun elə ki, güveneyim olsa biraz karışır. Gəl əlində. Ben burada bir tane sessiz yarattım. Yəni Mesela. oradan falan. Hadi ben bakmayayım. Ne? Evet, sağ ol. Burada bir tane sessiz yarattım. 3 nefer şeklinde işledi. Klasla. Ama ben import edemedim. Ha, izah edəcəm. Hətta nəinki heç nə yaratmaz burada. Ancaq bu
Əks etsin işləyərdim, yəni işləyəcək. Çünki sərbəstində sadələr, çünki burada bir dənə HTML var. Yəni bütün komponentlər bir yerdə verəcəklər, bir dənə CSS hər şeyi təsvir edir. Ta ki sən ayır. Orada nə görürsən, hamısını bir dənə yerdə təsvir edir. Okey. Deməli uşaqlar, hər saxlayın, indi mən yazıram, siz baxırsınız. Nə? Sessiz qaldı bir dənə. Kodrum 500. Nerede kodrum? Sen ne düşünüyorsun? Ha, hesabı silerler gelir. Belə, sən belə yapmışsın. Çok beşer onun Nice, sağ konteynerin tresi böyüyünlə olar, kiçiklə konteyner. Kiçiklə komponent olmaz. O yox, o yox. Sən konteyner zat yazmadın konteyner. gözler. Onu deyil, bundan. Sən karta da görüyorsun, dakika atırsan, şey verirsən. Konteynerdə. Ehtimal Değil mi? Ehtimal Ha oldu. Yani sen indeksi verirsen işin. CSS indeksi değil. Ama bağlamıştım. Sen indeksi yok da. Konteyner kartına. Konteyner kartına. O konteynere dakika atırsan vermezsen. Yok işte değil. İçindən palazayla yazmaq bunlara görə. Okey uşaqlar. Oyda bayaqdan.